Hörmətli baxımlar, əvvələ icazə verən hər birinizi bugünkü gün münasibədə təbrik edir. Bugünkü gündən əvvəldə salamlayın və bizlə bugün görüşə gələn hüquq orqanların rəhbərləri, xidmət təşkilatlarının rəhbərləri olmalı salamlamaq və görüşümüzə uğurlanırdı. Hörmətli baxımlar, əvvələ bir daha salamlamaq və bizim gəlişimizin, görüşümüzün səbəbini son nəticəyə deyək ki, bunun son nəticəsindən bildirib ki, Cənab Prezident bilirsə ki, bu səyyar görüşlərə bu böyük diqqət yetirir. Şəxsən özüm şəxsi məbdələmində vərəti altındadır. Görüşlərin qrafiki bizim administrasiyanın rəhbərliyinin razılığı ilə təsbih olmuş qrafik əsasındadır. Təklif ondan ibarətdir ki, bu yol gelip Zəyyam yoluna birləşdi, orada saxlanıldı. O yol devam ediyor. O yolun devamını xahiş edərdik ki, o yolun devamını bir təmirinə bir əncam yetirəsin. Bizim bəzi sahələr var, suvarılmağı olmuyor. Orada bir artizan kuyusu qazılması barədə təklifimdir. Bu qaz xətti ilə əlaqədar olaq. Bizim bu yol qırağında qaz xətləri, divarlar çəkilib, hasar içəri çəkilib də o qaz xətləri elə bir ki, çoxu yerdə yoldan 3 metre bu yanda qalıb, yolda. O xəttə neçə təklif verildi, o xəttə bir tədbir görülür olmadı, hansısa bir yerdə. Müraciətim yeni içmən su xəttinin çəkilməsilə bağlıdır yadınızda. Yeni içmən su xəttinin çəkilməsilə bağlıdır müraciətimdir.